Peygamberin kemali cemaline salavat hediyeyle. Allahümme salli ala Muhammed Ali Muhammed. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-sena'u lillahi rabbil alemin. Vel akibetu lil muttakin. ثم الصلاة والسلام على رسول الله الأمين أعني أبا القاسم محمد صلى الله عليه وآله وسلم وعلى أهل بيته الطيبين الطاهرين المعصومين سيما ناموس الدهر ولي العصر حجة ابن الحسن عجل الله تعالى فرجه الشريف ولعنة الله على أعدائهم أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. Esselamu Aleyküm ve Rahmetullah. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin qəlbinin bizlərdən razı və xoşnud olması, düşmənlərinin məhvi, zuhur və qiyamının təcilinə salavat hədiyyə elə. Allahümme salli ala Muhammed Ali Muhammed. Bəhsimiz İsra surəsində 63-cü ayədə idi. Bəzi mətləbləri ərz elədik xidmətinizə. Ayə belə idi, buyurur Xudavənd Mütəal, qalə izhəb. Xudavənd Mütəal buyurur ki, iblisə izhəb. O ki, fürsət istədi, rüxsət istədi ki, icazə ver. Xudavənd Mütəal buyurdu ki, qalə izhəb. Və dedik ki, orada həm təhdid elədi, həm də əmr şəklində buyurdu. Mənası bu deyil ki, yəni o müstəqil səni buraxdıq. Yəni istiqlaliyyət vermədi iblisə. Sadəcə olaraq uzun ömür, belə deyək, bir belə düzdür, onun üçün belə sadə çıxır, iblis üçün uzun ömür. Yəni dedi ki, hələ öldürmərəm də səni. İblis də demişdi ki, məlum olan günə qədər məni saxla. Xudavənd Mütəal buyurur, qalə izhəb, buyurdu ki, get. Fəmən təbiəkə minhum, o insanların içindən bir dəstə var ki, tabi olsalar sənə, fəinnə cəhənnəmə cəzaukum cəzaən məğfura. Mən onlara kamil cəza verəcəyəm. Yəni, nə boyda eləyiblər, elə eyni o boydasını da mən onlara verəcəyəm. Bu məsələləri bəhs elədik, gəldik, çıxdıq bura ki, Xudavənd Mütəal bu ayə ilə bizə çatdırır ki, iblis Allahın rəhməti müqabilində məğlub oldu. Allahın rəhməti axır qələbə çaldı. Çünki düzdür, iblis deyir ki, mən hamısını aldatacağam. Düzdür, dünyada iblisin dediyi külli milyardlarla insanlar arasında görsənir ki, iblis aldadıb onları, düzdür. Amma Xudavənd Mütəal bir iş gördü. İblis məhv oldu, belə deyək. Bütün elədikləri qaldı iblisin ayağına, belə deyək. Allah Teala, indi ayəni ərz eləyəcəyəm. Bir ayədə və tək bir dənə ayə deyil. Belə ayə çoxdur Quranda. Belə bir ayə ilə bizə o dəyərləndirdi bizim o Allaha istəyimizi, eşqi, iradəti. Elə bil ki, Allah Teala biz məhəbbətlə günah eləmişik. Məhəbbətlə bir yerdə eləmişik günahı. Yəni həm Allahı sevmişik, həm də günah eləmişik. İkisini bir yerdə eləmişik. Allah Teala da elə bil ki,
bizim elədiyimiz xətaları bir yer var, aparıb yazıb ora. İndi mən bilmirəm bu cür danışım, danışmayım. Danışırsam bu cür bəziləri deyir ki, hə, əladır, qapı get xəta elə. Bu tərəfdə də bu var. Bilmirəm indi bu mövzu açılmalı mövzudur, açılmalı mövzu deyil, amma da indi təfsirdir də. Gəlib çıxmışıq bura. Gərək bunu deyək. Çox yəni iblisin müqabilində Xudavənd Mütəal bütün rəhmətini qoydu ortalığa. İblis qaldı məətəl və iblis geriyə götürə bilmədi. Elədiyini geriyə götürə bilmədi. Deməli, məsələn dünyada 1 milyard insan, məsələn deyirəm, iblis alladıbsa, 1 milyard insanın xətalarının hamısı yazılır iblisin ayağına. O elətdirə baxır. İndi müqabilində Xudavənd Mütəal bu 1 milyard insanın 90%-ni bağışlayacaq. 90%-ni bağışlayacaq. Bir planı var Allahın. O plan əsasında belə deyək, bağışlayacaq Xudavənd Mütəal 90%-ni. İblisin barmağı ağzında qalacaq. O deyir, bir təəccüb eləyəndə insan tez barmağını dişləyir. Quran ayəsi də var. Buyurur ki, onlar deyir barmaqlarını dişləyərlər. Əlləri ağızlarında qalar. Belə işlədirlər ayda, yəni. İblis elə bir ki, məətəl qaldı. Allahın ona görə deyir ki, ustad ki, İblis Allahın rəhmətinə məğlub oldu. Sonda Allahın rəhməti qalib oldu, qələbə çaldı. İblis məətəl qalacaq. Qiyamət gündə iblis baxacaq, elə bir inanıb da, çox, mən bilmirəm, bu təbiri necə deyim, təbir elə zərifdir, elə lətif təbirdir. Həm qorxuram deməyə, həm də əslində heç deyə də bilmirəm o təbiri. İnsan, məsələn, Allahın yerinə necə danışar, nəuzubillah? İnsan məsumun yerinə necə danışar? Ey kaş Allah qismət eləyəydi, ağa gələydi, İmam Zaman ağa, gələydi, bu cümlələri ondan eşitmək xoş olardı. Onu deməyi başqadır. Hər halda insanlar iblisin sözünə baxdılar, xəta etdilər. Allah Teala Quranda bir dənə ayə var. Yenə deyirəm, amma bir dənə ayə deyil. O bir neçə yerdə Xudavənd Mütəal buyurur. Biri budur. Ənkəbut 63. Əksəruhum la yəqilun. Çox əcib ayədir. Əksəruhum la yəqilun. Onların çoxları ağılsızdılar. Onların çoxları ağıllarını işlətmir. Bu kəlmənin içində var. Onların çoxları, əksəruhum la yəqilun. Yəni ağıllarını işlətməyiblər. Allah Teala o deyir, deyir Allahın rəhməti 100-dür. Dünyada birindən istifadə eləyib. Əvvəldən axıra 99-unu saxlayıb qiyamətə. Və o budur. Yəni həm də budur. Əksəruhum la yəqilun. Nədir bu əksəruhum la yəqilun? Mənası budur. Onların çoxları ağlını işlətmir. Nə var ki burada? Allah iblisə deyir ki, qiyamət günü. Sən ki bunları kütləvi anlatmısan ha. İndi mən bunları kütləvi aparacağım cənnətə. Bu dünyada da bəzən olur. Görsən ki, bilmirəm misallarla çəkim. Niyə edirəm? O qədər lətif və zərifdir ki, istəyirəm ki, fikrimi çatdıra bilim. Deməli, bir nəfər məmur var. O məmur istəyir ki, hər hansı bir yeri işğal eləsin. Məsələn. İndi bilmirəm də, misal yəqin burada daha rahat oturar da insan beyninə.
Bu məmur tapşırıb əlinin altında 3-5 nəfərə ki, o yeri ki biz istəyirik götürək, işğal eləyək. Bu pulları götür, satın al oradan adamları. Satın al. Bu da bu pulları yiyib, gəlib yalandan yazıb verib ki, məsələn 1000 nəfər hazırdır, satın almışam. Bu məmur da inanır axı buna. Ki, bu pul vermişəm, bu da deyib satın almışam. Deyir ki, hə, ya Allah, başladıq. Başladıq, indi orada 1000 nəfər qoşulmalıydı axı. Qoşulmadı. Qoşulmayanda bu ikisi düşürlər bir-birinin üstünə ki, mən sənə demişdim, bəs belə filan. Yəni də o götürüb pulu qaçacaq. Ya da iman yox ki, məsuliyyətli olsun və səhlənkarlıq eləməsin. Və məsələ getdi o haqqa xeyr oldu. Bildiniz? Baxmayaraq ki, zahirdə bir problem yaranmışdı, amma haqqa xeyr oldu o. İblis də bizi aldadır, insanları aldadır. Elə bilir ki, biz hər xəta etdikcə, qorxuram bu cümləni necə işlədim. Biz hər xəta etdikcə o elə bilir ki, əlbəttə var ha, xəta var, günah var ki, Allahın məhəbbətini insanın qəlbindən çıxartır. Bu var. Qorxulu yeri bura deyək. Amma iblis belə anlayır ki, mən məsəl üçün 100 nəfəri ki aldadıram, 100'ü də xəta edir. Azından 99'unun qəlbindən Allah sevgisi çıxır. İndi ola bilər biri çıxmaz, eybi yox. Amma 99'u çıxır və hər xəta etdikcə Allah məhəbbəti xaric olur bunun qəlbindən və nəticə etibarilə məni ilə əbədi iblis deyir ha. Məni ilə əbədi nədir? Cəhənnəmdə qalacaq. Cəhənnəmə gedən özünü yoldaş axtarar. Fikrimi çatdıra bildim. Amma aldanıb, yanılıb iblis, yanılıb. Qiyamət günündə Xudavənd Mütəal buyurur ki, mən bunları bir sahara yazacağam. Yazacağam əksəruhum la yəqilun. İblis, sən həm alimən eləmsən, alimən, yəni elmliydin, bilirdin xətadır. Həm alimən eləmsən, həm də amidən eləmsən, bilə-bilə eləmsən. Bildiniz? Mən deyir, o bəndələrim var ha, ki düzdür xəta eləyiblər, amma məhəbbətim var qəlblərində. Deyir, mən onları yazdım, əksəruhum la yəqilun. Onları yazdım ora, bilmirdilər. Yəni, bilə-bilə eləməyiblər. Mən onları yazdım ora. Əksəruhum la yəqilun. Onlar bilə-bilə eləməyiblər. Mən onları düzdür cəhənnəmə aparacağam. Amma cəhənnəmdə bir müddət saxlayıb tez bazar onları qaytaracağam cənnətə. Saxlamayacağım onları cəhənnəmdə. Amma bil, səndə alimən və amidəndir. Sən həm bilirdin olmaz və həm də bilərəkdən eləmsən. Amidən eləmsən. Həm alim idin, həm amid. Amid yəni bilərəkdən. Alimdir ki, bir şey bilirsən də. Bu başqa şeydir ya. Alim başqa şeydir. Amid başqa şeydir. Deməli, iblisdə alimən və amidəndir. Düşmənçiliyi insanla və Xudavənd Mütəal o birisləri də yazır hara? Əksəruhum la yəqilun. Bunların ağılla eləməyiblər bunlar. Bunlar xətanı eləyəndə, misal üçün Muaviyyə, əleyhil-Haviyyə. Muaviyyədə həm aliməndir iblis kimi, həm amidəndir. Muaviyyə bilir axı. Bilir Əli ibn Əbi Talibin haqqıdır. Amma o haqqı neynir? Tapdalayır. Bilir bunu. Bu da iblisdir. O minəl cinnəti vənnas var ha, o vənnasdandır. Yəni insan içindən olan iblisdir. Yezid məsələn. 1, 2, 3 məsələn. Mərvan məsələn. Sonra bu köhnələrdən, təzələrdən bu Trump, neçər. Bunlar nədir? Şeydirlər. Həm aliməndir, həm amidən. Bunlar iblisin özüdür və iblislə bir yerdə yanacaqlar. Bu heç. Amma qalanları, hansı ki onlar Allahla öz aralarında ismət pərdəsini yırtmayıblar.
Allah verəcək ki, bilməyib də bəndim. Bilməyib. Atım biraz yansın. Mən belə aparsam bunları. İki məsələ var. Bir, zülm olar hesab kitabsız cənnətə gedənə. Zülm olar da. Elə deyil. Yəni, sən əgər prorabsansa, usta ilə fəhlənin pulunu güya mərhəmətlisən, eyni verə bilərsən. Mərhəmət odur ki, hər kəsən öz haqqını verəsən də. Tək mərhəmət deyir axı, ədalət də var da. Bu usta fəhlə idi, 20 manat alırdı. İndi usta olub 60 manat alır da. İndi o ki fəhlədir, sən də ona 60 manat versin. Burada nə ustanın qədri bilinər, məqam və mənziləti, nə də fəhlənin. Fəhlə usta olmaq istəməz. Çünki ustanın pulunu alır da. Bəs o fərqi niyə qoyurlar palçıq daşıyanla tikənin arasında, tikənlə ustanın arasında, usta ilə prorabın arasında, prorabla yuxarının arasında? Niyə bu fərqi qoyurlar? Fərq ona görədir ki, mərtəbələri olsun və aşağıdakı yuxarıya çatmaq üçün can alsın. İnsan daim hərəkətdə olsun. Buna görə qoyublar da bunu. Yoxsa elə maaş bərabər olsaydı, bu ədalət deyil ki, kim hərəkət eləyər ki? Usta da 60 alır, fəhlə də, palçıq daşıyan da 60. Bu palçıq daşıyan haçan usta olmaq istəyər? Heç vaxt. Niyə? Çünki maaş eynidir də. Fikrimi çatdırdım? Deməli, bir bu. Əgər cənnətə hesab kitabsız gedənlər var ha, ki bunlar da onlar kimi geçsələr, qədrini bilməzlər bunlar cənnətin. Bir. İkincisi də nədir? Onlara zülm olar. Onlar deyər ki, elə biz də eləyərdik bu kefdən biraz da. Hə? Biz qaldıq axı, o ləzzətdən qaldıq. Nə oldu biz? Deyirdiniz ki, etməyin, sizi haralara aparacağıq. Biz də o kefdən, ləzzətdən qaldıq. İndi bəs bizi nə oldu? Bizi onlarla bərabər elədiniz. Haqq tapdalanır. Allah Taala da buyurur ki, fətil qədər biz zülm etmərik. Fətil qədər. Fətil nədir? Fətil həmən fitil ki biz deyirik. Ya deyək ki, o nöt, o çırağının içində olan, bəziləri ki, yox, o xurma ilə ağacın birləşən hissəsi var. İndi biz, məsələn, gilas indi sezonut da, gilasın özü ilə ağacın arasında olan hissə ki var, o qoyursan günəşin altına, onun suyu çəkilir, əyilir, aya oxşayır. Əyilir, o bir gecəlik aya oxşayır. Heç o qədər zülm olmayacaq. Yəni, zərrə qədər heç kəsə zülm olmayacaq. Bir mənası budur. Və illə Xudavənd Mütəal qiyamətdə yandırmaz, birbaşa aparar cənnətə. Amma olmaz, zülm olmaz axı. Bu, kamil möminə nədir? Zülmdür. Və bu ayədə bir məsələ də var. Biraz fərqli məsələdir. Biraz da diqqət istəyən məsələdir. Onu da ərz edeyim. İnsanlar şeytanla cihadda, insanlar 3 dəstədirlər. Bir dəstə fatihdirlər, bir dəstə şəhiddirlər, bir dəstə əsirdirlər iblisə. Bir dəstə iblisi kamilən məğlub eləyiblər, qalib olublar, fatih olublar. Bir dəstə şəhid olublar. Bu cihadda şəhid olublar. Bir dəstə əsirdir, əsir düşüblər. Hər üçü cənnətdədir. Allah Taala elə bir məsələ qurub ki, bayaq ona görə ərz elədim. Allah belə bir məsələ qurub ki, insan düzdür, dəlilik eləyər, başı havalanar, amma öz əli ilə tikdiyi 100 minə, 200 minə, 300 minə sarayı nə eləməz? Sökməz. Öz əli ilə düzəltdiyini sökməz. Hansı insan onu sökər?
Heç kəs sökməz. Elə bil ki, bu fərqli bir baxışdır. Deməli, iblisin müqabilində cihadda 3 dəstə, 3-ü də cənnətli idi. Bir dəstə var, axırıncı əsir. Əsir 2 dəstədir. Oəsirin biri ki, biz ona da əsir demərik, digəri nədir? Məğlub oldu. Məğlub oldu. Onu da bura daxil eləmərəm. Deməli, bir dəstə şəhid oldu, bir dəstə fatih oldu, bir dəstə əsir oldu, amma iblisin caynağından bunların hamısı çıxacaq. Bir dəstə nəfsi əmmarəyə uydu, iblisin özü oldu, dediklərimiz. Ki, onlar heç, onların məsələsi ayrıdır və əbədi cəhənnəmə gedəcəklər onlar. Amma əvvəl 3 dənəyə Xudavənd Mütəalın rəhməti var. Əvvəl 3 dənəyə əslində yox, axırıncı bir dənəyə, əsrə. O ki, fatihdir, o ki, şəhiddir, onların əcri çox böyükdür. O bayənin içindədir. Bu, yadınıza gəlsə, mərifət bəhsində belə bir bəhs eləmişdik. Cihadı demişdir ki, cihad əsğərdir, avsətdir, əkbərdir. Cihadı əsğər, kiçik cihad, həmən bu bayırdakı cihaddır ki, əlhamdülillah şəhidlərimiz getdilər, qazilərimiz yaralı qayıtdılar və torpaqlarımızı aldılar, əlhamdülillah. Bunlar vətən uğrunda gedənlər. Bu, cihadı əsğərdir, kiçik cihaddır. Cihadı avsət, bir orta cihad var. Cihadı əkbər ki, məlumdur da, nəfsi yıxanlar. Bu ki, ərz elədim, iblislə bu cihadda insanlar 3 dəstədilər. Bir dəstə iblisə ox atanlardır. Nə iblisdən ox alanlar, iblisə ox atanlar. Bunlar fatihlərdir. Daim iblisə ox atanlardır. Ki, Əmir əl-Möminini vardı, Əmir əl-Möminin fatihdir. Rasulullah fatihdir. Həzrət Zəhra salamun əleyhə fatihdir. Övladı Əmir əl-Möminin fatihdirlər. Həzrəti Əbəlfəzl Abbas fatihdir. Əliyyə Əsğər, Əliyyə Əkbər, Qasim, Əbülfəzağa, bunlar nədir? Fatihdirlər. Bunlar fatihdir. Bunlar daim iblisə ox atanlardır. İblis bunlara tərəf ox ata bilməyib. Həmişə də naümid olub. Ləuğviyennəhum əcməin illəl-muxləsun budur. Ki, biz muxləslərlə bizim işimiz yoxdur. Daim iblis naümid olub buradan. Əmir əl-Mömininə heç qəlbindən, iblisin də qəlbi var axı, qəlbindən, fikrindən belə Əmir əl-Mömininə tərəf ox atmaq fikrindən belə keçməyib. Keçə də bilməz. Niyə? Çünki mən susuzamsa, götürüb daşı yesəm ki, susuzluğum aradan geçsin, ətəşliyim aradan geçsin, mən bu daşdan, bu ətəşliyi aradan aparmaq üçün naümidəm. Elə deyil? Çünki daş ətəşliyi aradan aparmır. Sənin ümidin ancaq suyu olar. Suyu içməlisən ki, ətəşliyini aradan aparsın və içirsən də bəzən getmir, o başqa söhbət. Bir də var ki, mən iradə eləyirəm, daşı götürüb ağzıma atım, çeynəyim ki, ətəşliyim aradan geçsin ki, bu olmaz. İblisin məsumlara və şibhə məsumlara naümidliyi bu qədərdir. Bundan da şiddətlidir. Yəni, heç vaxt iradə eləməyib, Əbəlfəzağıya neynəsin? Ox atsın. Çünki bilir ki, o məsələ orada yerini tapmayacaq. Bir də məsələ var, amma o da bilmək lazımdır. Və bunu muizələrdə belə söhbətlərimizdə olub. Demişik ki, məsələn, iblis bizə deməz ki, get şərabı al, iç. Yəni, bizə onu deməz. Niyə? Çünki o bilir axı sözü yerə düşəcək. Bizi başqa şeylə alladar. Bizə iblis ümid etdiyi yerlə gələr. O bizi yaxşı tanıyır. Bizə ki, ümidi yoxdur, onun o tərəfdən bizi aldadacaq, oradan gəlməz. Naümid tərəfdən gəlmir. O bizə ümid tərəfdən gəlir. Onlar ki, fatihlərdir, iblisin o fatihlərə naümidliyi var. Naümiddir, məyusdur. Əl-yevm
yəisəl-ləzinə kəfəru ki, işarə eləyim qədir xummə. Əl-yevm yəisəl-ləzinə kəfəru. Kafirlər o gün məyus oldular. Məyus yəni naümid oldular. Nədən naümid oldular? Daha əliyini yıxmaq mümkün deyil. Qutardı. Biz ümid eləyirdik ki, Rasulullah öləcək, qoza kişidir. Öləcək, daha bizim məsələmizi həll eləyəcəyik. Da Əmir əl-Möminin ki, cavan oğlan idi, qoydu orağa Rasulullah, gördü, yox da bu ömrü getdi. Bir 30 ildə bir əli ilə, sonra nə edəcəyik? Və onlar bilirdilər əslində ki, bu əli ilə qutaran məsələ deyil. Bəziləri deyir ki, bilmirdi. Yox, bilmirdi nədir? Sən bir şeydən məyus olursan, ha? Sən hardan bilirsən ki, məyus olursan? Deməli, xəbərin var da. Dedi, baxı. Sən bilirsən ki, ətəşlik nədir? Bilirsən, daş nədir? O ki, bilirsən, daş ətəşliyi yaradan aparmır, ondan məyus olursan da. Sən bilmədiyin şeydən ki, məyus olunməzsən. Deyə bildim fikrimi? Gərək bir şey biləsən, sonra ondan məyus olasan. Bu Qədirxum söhbətlərində bir ruhani işlətdi ki, onlar bilmirdilər, sonra bildilər. Mən dedim, yox, bilmirdilər, nədir? Deyirsən, ağzındakı məyus oldular. Kafirlər məyus oldu. Məyus oldusa, məsələ nədir? Məsələ budur ki, bilirdilər Əli ibn Əbi Talib kimdir? Bunu bilirdilər. Və bilirdilər bu silsilədən 12 nəfər gəlir. Və hətta bunu da bilirdilər ki, Rəsulullahın Əmirəl-Mömininin əlini tutub qalxızması Qədir-Xummidə məqsəd Əli ibn Əbi Talib deyil. Bunu da bilirdilər. Məqsəd o deyil. O ünvanlardan biridir. Onlar bilirdilər ki, Rəsulullah 12-yə başladı. Onların 12-dən xəbəri var idi. Və gördülər ki, Peyğəmbər artıq 12-ni başladı. Yəni birinci gəldi və 12 başladı. Ona görə məyus oldular. Əl-yevm əkməltu ləkum dinəkum. Elə həmən vaxt ki, Əlinin əlin qalxızdı, əl-yevm həmən vaxt əkməltu ləkum dinəkum. Dininiz də kamil oldu. Və razıytu ləkumul İslamə dina. Din baxımından Allah bundan razıdır. Yəni, əlisiz olmaz. Yəni, övladı əlisiz olmaz. Nə görə deyirlər? Deyir, ən üstün ziyarət, deyirlər İmam Rıza Aleyhisselamın ziyarətidir. Bu yaxınlarda bir ruhani, əziz ruhanilərimizdən biri. Azərbaycanlı yox. Başqa ölkənin ruhanisi. Çox bir mövzuya toxunmuşdu, çox da gözəl bir mövzudur. Sadəcə olaraq bir hissəsi gəlib çatıb möminlərə bir balaca çaşqınlıq yaranmışdı. Dedim, elə qoy düşsün bura. Sual vermişdilər ona ki, ən üstün ziyarət kimin ziyarətidir? Demişdi, İmam Rıza Aleyhisselamın ziyarəti ən üstün ziyarətdir. Burada çaşqınlıq düşmüşdü ki, bəlkə Peyğəmbəri deyərdin. Peyğəmbər bunların hamısının böyüyüdür axı. Niyə sən deyirsən İmam Rıza? Biz dedik ki, yox, burada məsələ var. Məsələ nədir? İmam Musa Kazimə qədər 12 imamlı şübhəsi var. 7 imamlılar. İmam Rızadan sonra şübhə yoxdur. Əgər bir adam İmam Rızanı ziyarət edirsə, 12 imamlıdır. Şübhə yoxdur. Amma İmam Musa Kazimi ziyarət edib İmam Rızanı ziyarət etməyənlər ola bilər nədir? 7 imamlıdırlar. Amma İmam Rızadan sonra artıq məlumdur ki, mən gəldim İmam Rıza Aleyhisselamın məhzərinə, deməli mən 12 imamlıyam. Aydındır? Ona görə deyir, ən üstün ziyarət İmam Rızadır bu mənada. Və illa Rasulullahın ziyarəti nədir? Ən kamil ziyarətdir və digər. Ümumiyyətlə bunların arasında fərq bilmək heç lazım deyil və heç bu sualı da verməzlər. Amma birdən versin. Deyirlər, məsələn, İmam Hüseyn Əleyhisselamın işi Kərbəlada çətin idi, yoxsa Əmir əl-Mömininin Rasulullahın yerində yatmağı çətin idi. Əvvəla bu sualı verməzlər. Ata-bala niyə üzbəüz qoyursunuz ki? Yəni İmam Hüseyn Həzrət Əli nə idi? Balasıdır, sən niyə bunu üzbəüz qoyursan? Amma İslamın cavabı var. İslamın cavabı var. İslamın cavabı budur. Əmir əl-Mömininin o bir gecə Rasulullahın yerində yatmağı əfsəldir Kərbəlada. Əfsəldir Kərbəlada. Niyə? Çünki
Əmirəl-Möminin orada yatanda 40 nəfər gəlmişdi Əmirəl-Möminini öldürməyə. 40-ı da müşrik idi, kafir idi, nəcis idi və ümid belə yox idi ki, rəhm eləyərlər. Amma buradakılar müsəlman idi. Ümid var idi ki, kəsməzlər başını. Ümid var idi ki, öldürməzlər. Ümid var idi ki, sürgün eləyərlər, deyərlər də çıx get başqa. Ümid var idi. Amma Əmirəl-Möminində ümid yox idi. Kafir idi, müşrik və nəcis. Amma bu sualı verməzlər axı ki, hansı üstündür. Amma versən nədir İslamın? Cavabı var. Qaydaq bəhsimizə. Deməli, bir dəstə iblisə ox atanlardır ki, onlar kimdir? Fatihlər. Bir dəstə onlara ox atılır. İblisdən onlara ox atılır ki, onlar nədir? Şəhidlərdir. Şəhid nə deyirik? İblis ki, ox atıb, bunlar ölüb də. Şəhid deyirik, yəni ölüb də. Və niyə ölüblər demirik, şəhid deyirik? Çünki fikirlərindən dönməyiblər. Məsələn, Malik Əjdər. Fikrindən dönməyib. Üçüncü dəstə əsirdilər. Əsir düşən nə olar? İblisə əsir düşənlər İblisi ilə razılaşmayıblar. Əsir adlanıblar da. Bildiniz? Deməli, bir dəstəyə məğlub olub İblis ki, onlar Peyğəmbər Əhl-i Beytidir. Bir dəstəni İblis öldürüb ki, onlar şəhiddirlər. Məsələn, Malik kimi. Bir dəstədə əsirdirlər bizim kimi. Bizəsirik. Bizəsirik İblisin əlində, amma axırda yaxşı olacaq. Allahın izni ilə Xudavənd Mütəal bizə rəhm eləyər. Onlar ki şəhiddirlər, onun rivayəti budur. Mən matə alə hubbi Muhammed Ali Muhammed. Bu matə şəhida. Bu rivayət ki var. Bu rivayət böyük bir rivayətdir. Mən bir sətrini götürmüşəm. Mən matə, hər kəs ölə. Öləndə ələ hubbi Ali Muhammed. Ali Muhammedin hübbi ilə ölə. Yəni içində əli ola. Ölə matə şəhida. Şəhiddir. İblis oxu atıb Malikə. Öldürmək istəyir Maliki. Malik deyir ki, Əli ibn Əbi Talibdən əl götürmək haramdır. Hər kəs Əli ibn Əbi Talibi inkar edir, mən onu inkar edirəm. Car çəkir aləmə. Deyir, bu Əlisiz olmaz. Əlinin bir sözü var, məşhurdur, yayırlar. Malik deyir Əmirəl-Möminə ki, bir gücüm olsaydı, deyir, Əlini elə bir yerə aparardım ki, orada hamısı onu sevəydi. Bir gücüm olardı, bir yer bilsəydim. Belə bir yer yoxdur. Belə bir yer ancaq mənəvidir. İndi və sonra olacaq inşallah Allahın izni ilə cənnət ki, Allah qismət eləyər. Deməli, onlar ki, əsirdirlər, axirə qədər günaha giriftar olsalar belə, əsirdirlər ha, günaha giriftar olsalar belə, axirə qədər ağlayanlardır, tövbə eləyənlərdir, xeyir işdən əl çəkməyənlərdir, şərdən qaçanlardır. Onlar əsir düşüblər, amma gözləri yaşlı, içlərində eşq və məhəbbət. Allah buyurur ki, mən bunları qaytaracağam cənnətə. Mən istəyirdim tezə bir ayəyə keçək, 64-də qaldı. Elhamdülillahi Rabbil aləmin Peyğəmbər və Əhl-i Beytinə salavat edəyirlər. Allahümme salli ala Muhammed ve ali Muhammed.